Salam əziz müəllimlər, dəyərli müdavimlər. Bugün sizinlə 2024-cü ildə əlavə olunmuş bir mövzu metakognitiv bacarıqların formalaşdırılması mövzusunun izahını verəcəm. Elə çətin mövzu deyil. Zaten kitabda da bir səhifəlikdir. Amma belə deyim də bir neçə cümlə ilə də bu mövzunu başa düşmək olar. Metakognitiv sözünə siz biliyin növlərindən artıq rast gəlmişdiniz. Metakognitiv bilik nə idi? Şagirdin hansısa dərsi hansı yolla öyrənsəm daha yaxşı yadımda qalar. Yəni öz öyrənməsi üçün özünə seçdiyi strategiya. İndi bəs metakognitiv bacarıq nədir? Metakognitiv bacarıq insanın yenə görürsünüz, öz sözü olmalıdır. Öz düşünmə və öyrənmə prosesləri haqqında düşünmək bacarığıdır. Deməli, öz düşünməsi və öyrənmə prosesi haqqında düşünmə bacarığıdır. Sadə dillə desək, insan necə öyrəndiyini dərk etdikdə daha səmərəli öyrənir. İnsan necə öyrəndiyini dərk etdikdə daha səmərəli öyrənir. Yəni, dərk edir ki, mən bu mövzunu bu yolla öyrənsəm, daha yaxşı yadımda qalır və salam. Yəni ki, o zaman daha səmərəli öyrənmə baş verir. Yəni, bir sözlə də adam öz yolunu tapıb. Və bu bacarıq 3 hissədən, 3 mərhələdən ibarətdir və hər mərhələnin də özünün komponentləri var. Birinci mərhələ özünü monitorinqdir. İkinci mərhələ özünü tənzimləmədir. Üçüncü mərhələ isə özünü qiymətləndirmədir. İndi gələk, özünü monitorinq, yəni özünü müşahidə etmək, özünü izləməkdə deyə bilərik. Tapşırıq və ya hər hansı bir fəaliyyəti yerinə yetirərkən insanın öz idrak proseslərini müşahidə etməsi və izləməsidir. İdrak nə idi? Yəni, dərk etmək, anlamaq, başa düşmə proseslərini müşahidə edir və izləyir. Yəni, nə zaman izləyir? Tapşırıq və ya hansısa bir fəaliyyəti yerinə yetirəndə uşaq özünü müşahidə edir. Anlamasını, başa düşməsini, tətbiq etməsini müşahidə edir və yaxud da izləyir. Özünü monitorinqin əsas komponentləri 3 dənədir. Müşahidə, agah olmaq, rəy almaq. Müşahidə, yəni şagird özünü müşahidə edib məlumat toplayır. Yəni, bu an şagird heç bir şey etmir, heç bir hərəkət, heç bir fəaliyyət etmir. Sadəcə düşünün ki, belə oturmusan, başlayırsan özünü müşahidə edirsən. Demirəm, güzgüyə baxırsınız. Yəni, özünüz beyninizdə özünüzü müşahidə edirsiniz. Öz fəaliyyətinizi, öyrənmənizi, sadəcə, yəni hələ heç bir hərəkətə keçmirsiniz. Sadəcə müşahidə edirsiniz. Mən necəyəm, necə öyrənirəm. Daha sonra müşahidə etdim. Nə baş verir? Mən artıq agah oluram. Fərqinə varıram. Nəyin? Tapşırığı yerinə yetirmə zamanı nəyi bildiyimi, nəyi bilmədiyimi fərqinə varıram və bu prosesdən xəbərdar oluram. Yəni, agah oluram. Rəy almaq nədir? Şagird fəaliyyəti haqqında ətrafdakılardan, yəni ki, müəllimdən və digər sinif yoldaşlarından şifahi və yazılı formada rəy ala bilər. Sizə sual düşər ki, şagird yalnız müəllimdən rəy ala bilər, yanlış cavabdır. Yalnız sinif yoldaşlarından rəy ala bilər, yanlış cavabdır. Yəni, sinif yoldaşları və müəllimdən rəy ala bilər. Məsələn, bir dənə təqdimat hazırlayıb, nəsə hazırlayıb, gətirib göstərir ki, loru dillə deyirəm də, bir dənə baxın görün, burada bəlkə mənim gözümdən qaçan nəsə var. Bir dənə siz də kənardan baxın görün. Bu, yəni biz insanlarda da belədir. Məsələn, evdə tort bişirmişik, deyir, bir dənə bax gör dadı necədir. Bir dənə bax gör bəzənməsini necə bəzəmişəm. Yəni, digər insanların fikrini alırıq. Niyə alırıq? Sonra həmin çatışmayan tərəflərimizi düzəltmək üçün.
Yəni nə öyrəndik? Özünü monitoring, yəni insan heç bir şey etmir, 3 komponenti var. Heç bir şey etmir, oturub sadəcə özünü monitoring edir, özünü izləyir, özünü müşahidə edir ki, mən hansısa tapşırığı, fəaliyyəti yerinə yetirərkən nələrdən istifadə edirəm və s. və ilaxır. Yəni bunu sadəcə hələ izləyir. İzlədi, bir növ özü haqqında məlumat topladı. Nə olur? Sonra özü haqqında agah olur ki, yəni mən tapşırığı yerinə yetirəndə nəyi bilirəm, nəyi bilmirəm, nədə çətinlik çəkirəm, hansı tərəfimi inkişaf etdirməliyəm. Yəni bunlardan artıq xəbərdar olur, agah olur. Rəy almaq, yenə də deyirəm, gedir ətrafındakılardan, müəllimdən və ya digər sinif yoldaşlarından öz fəaliyyəti haqqında rəy alır. Sonra gəlirik ikinci, yəni metakognitiv bacarıqların ikinci növü özünü tənzimləmə. İnsan öz davranışına, həm hərəkət, davranış hərəkətləri, həm idrakına, həm emosional vəziyyətinə nəzarət edərək məqsədə daha tez çata bilər. Baxın, emosional vəziyyətə nəzarət etmək nə deməkdir? Hamımızın başına gəlir də, bəzən bir şeyə çox əsəbləşirik. Adam var ki, həmin dəqiqə fəaliyyətə keçir. Vurmaq, döymək, söymək, özünü, yəni əsəblərini o an cilovlaya bilmir. Emosiyalarını tənzimləyə bilmir, emosiyalarını nəzarətdə saxlaya bilmir. Yəni, baxın, özünü tənzimləmə budur. Bəzən biz, bəli, emosional bir şeylər yaşaya bilərik. Olmayacaq bir yerdə kimsə xətrimizə dəyər, o zaman çox duyğulanarıq, ağlamaq tutar, kövrələrik, amma neyinirik? Bəzən özümüzü içimizdə boğuruq ki, yeri deyil, indi ağlaya bilmərəm ya da özümüzü sındırmırıq. Qürurumuza, yəni bunu belə deyək də, qürurumuza yol vermir ki, mən orada onun qarşısında ağlayım. Neyinirəm? Ya ağlamıram, özümü sıxıram, o göz yaşlarımı sıxıram ki, ağlamayım, ona hiss etdirməyim. Neyinirəm? Emosiyalarımı deməli tənzimləməyə bacarıram. Nəzarətdə, yəni saxlamağı bacarıram. İndi bunun əsas komponentləri nədir? Bunun da 4 dənə komponenti var. Birincisi, məqsədin müəyyən edilməsi. Bu, ümumiyyətlə həmişə belədir, hər yerdə belədir. Necə ki, siz kurikulum hazırlığına yazılda, kurikulum yox, ümumiyyətlə də hazırlığa, kursa və yaxud da hazırlığa yazılırsınız. Və yaxud da heç yazılmırsınız, özünüz hazırlaşırsınız. Axırda gedib bir kitab, dəftər alırsınız. Bunu niyə edirsiniz? Deməli, siz bir məqsəd qoyursunuz qarşınıza ki, mən müəllim olacağam. Mən bu il MİQ imtahanından keçəcəm. Yəni, əsas məqsəd qoymaqdır. Hətta belə bir söz var. Əgər sən məqsəd qoymusansa, artıq o işin 50%-ni həyata keçirmisən deməkdir, reallaşdırmısan. Yəni, məqsəd çox önəmlidir. Birinci məqsəd olmalıdır ki, sonra mən bütün fəaliyyətimi o məqsədə uyğun planlaşdırım. Baxın, şagird özü üçün məqsəd müəyyən edir və bu onun fəaliyyətini effektiv istiqamətləndirir. Yəni, məqsəd olmalıdır ki, ondan sonra mən bütün işlərimi ona görə neyiniyim? Planlaşdırım. Və təbii ki, ikinci komponent planlaşdırmadır. Biz niyə plan qururuq? Məqsədə çatmaq üçün. Plansız iş görsək, biz məqsədə çatmarıq. Bax, düşünün, evdar xanımıq. Yəni, evdar xanım belə işini plansız görsə, yenə də bugünün işi bitməyəcək, sabaha qalacaq. Ona görə o belə işini planlayır. Hətta axşam yerinə girir yatanda. Düşünür ki, səhər duraram, birinci bu işi eləyərəm, sonra onu, sonra o birisini. Və bunu planlı şəkildə edəndə bütün işlərini bitirir, hətta dincəlməyə də vaxtı qalır. Amma insan plansız, səhər durmuşam, ay Allah, hansı işdən başlayım deyərək düşünürəmsə, elə mən hələ düşünürəm, hansından başlayım, ondan mı başlayım, bundan mı başlayım. Yarı-yarımçıq bir də görəcəm mən bugün nə qədər yorulmuşam, gecə olub, mənim işim də bitməyib, hələ yarısı sabaha qalıb. Ona görə plan, məqsədə çatmaq üçün plan çox önəmlidir. Məqsədə nail olmaq üçün plan və strategiya hazırlayır. Yəni, bir şagird universitetə girməlidir də. Universitetə girmək üçün neyini? Plan qurur. Özü üçün qrafik tərtib edir, cədvəl qurur, filan qədər filan dərs oxuyacam. Bugün bu qədər, nə bilim, test işləyəcəm. Mənim qarşıma YouTube-da videolar çıxır abituriyentlər haqqında. Görürsünüz, yazır ki, məsələn, vlog çəkib də, deyir ki, bugün 5 saat dayanmadan dərs oxudum. O biri gün çəkir ki, yəni bir neçə gündən sonra, rekord, bugün 7 saat dayanmadan dərs oxudum. Yəni, özü özünə
Bu gün üçün bir dənə plansızdır ki, bu gün mən yerimdə qalxmadan 7 saat dalbadal dərs oxuyacağam, telefona da əl vurmayacağam. Budilnik qurur, 7 saatdan sonra budilnik çalarkən bitdi vaxt. Təbii ki, yanında yeməyin, atışdırmalıqları, çayı, suyu olur. Yəni yerindən qalxmır da bu adam. Çünki bilir ki, yerindən durub bir dənə mətbəxə keçsə, orada başlayacaq nə etməyə, başı qatacaq. 2 dəqiqə telefonu əlinə alsa, o 2 dəqiqə 1 saat olacaq. Yəni ona görə planlı şəkildə işini görür və təbii ki, planlı şəkildə görülən iş sonda nəticə verir. Emosional tənzimləmə öyrənmə prosesi zamanı emosional reaksiyalardan istifadə edir və onları nəzarətdə saxlayır. Bayaq da dedim, duyğularımızı, hisslərimizi nəzarətdə saxlamaq. Sınaq işləyir və sınağı çox bərbad bir vəziyyətdə yazıb. Adam var ki, təmiz motivasiyadan düşür. Deyir ki, bu mənlik deyil, mən uğur qazanmayacağam, mən bu qədər əziyyət çəkirəm, mən niyə sınavım zəif olub? Adam yəni özünü daxilən öldürdü. Bütün motivasiyasını öldürdü və qapalı düşüncəyə düşdü. Amma deyir ki, onları nəzarətdə saxlamaq. Bəli, sınağı zəif yazmışam, bəli, pis ola bilərəm, amma neynirəm? Mən bacaracağam, mən bu qədər acizəm ki, bu dərsin öhdəsindən gələ bilməyim. Deməli, mən daha çox oxumalıyam. Adam özün daxilən motivasiya edir, emosiyalarını tənzimləyə bilir. Və yaxud da ki, düşünün ki, bir yerdə bir ciddi söhbət gedir, yəni ciddi söhbət gedir də, siz də bir an başlayırsınız gülməyə. Nəsə yadınıza gülməli hadisə düşüb, başlayırsınız gülməyə. Deməli, siz emosiyalarınızı tənzimləyə bilmirsiniz. Axı yeri deyil bu dəqiqə onun. Yəni, emosiyanı tənzimləmək, hisslərimizi, duyğularımızı harada necə istifadə edəcəyimizi nəzarətdə saxlamaq deməkdir. Lazım olmayan yerdə gülmək, lazım olmayan yerdə ağlamaq, yəni bunlar lazım deyil. Dördüncüsü uyğunlaşma. Bu uyğunlaşma nədir? Hansı ki, bayaq rəy alırdım sinif yoldaşlarımdan, müəllimdən. Alınan rəy və dəyişən şərtlər əsasında istifadə edilən strategiyaları yeniləyir, uyğunlaşdırır. Mən rəy aldım, mənə dedilər, məsəl üçün, burada bunu səhv eləmsən, burada bunu düzgün eləməmsən. Mən artıq bildim mənim çatışmayan tərəfim nədir və mən gedib neyniyirəm? Ona uyğun strategiyamı dəyişirəm, uyğunlaşdırıram. Metakognitiv bacarıqların üçüncü növü özünü qiymətləndirmədir. Özünü qiymətləndirmə özünün fəaliyyəti və ya öyrənməsi haqqında mühakimə yürütmək və refleksiya etməklə bağlıdır. Təbii ki, qiymətləndirmə, refleksiya həmişə yan-yana gəlir. İki komponenti var. Birincisi qiymətləndirmədir. Şagird işinin və ya öyrənməsinin keyfiyyəti haqqında mühakimə yürüdür. Öz-özünü qiymətləndirir də, öz-özünü tənqid edir, öz-özünü mühakimə edir. Fəaliyyətin keyfiyyəti haqqında etibarlı meyarlar əsasında nəticələr dəyərləndirilir. Şagirdin mühakimə bacarığı inkişaf edir. Nəticədə şagird öz işini qiymətləndirmiş olur. Refleksiya nədir? Şagird nə öyrəndiyini və necə öyrəndiyini, bu çox önəmlidir, necə öyrəndim. Həmçinin nələri təkmilləşdirməli olduğu haqqında tənqidi düşünür. Zaten qiymətləndirmə, dəyərləndirmə varsa, orada tənqidi, təfəkkür də var. Şagird davamlı olaraq öz fəaliyyətinin müxtəlif aspektləri haqqında tənqidi düşünür, nəticələrini şuurlu şəkildə dəyərləndirir, təhlil edərək özünün üstünlüklərini və çatışmazlıqlarını müəyyənləşdirir. Belə müəllimlər, gördüyünüz kimi çətin dərs deyil. Yenə də deyirəm, zaten qiymətləndirmə olan yerdə refleksiya var, qiymətləndirmə olan yerdə tənqidi düşünmə bacarığı var, tənqidi təfəkkür var, təhlil var. Yəni adam, burada mən niyə dedim nə öyrəndiyini və necə öyrəndiyini? Bəlkə mən əzbərləyirəm? Əlbəttə bu düzgün deyil. Necə öyrənmişəm? Araşdırmışammı? Mənə tutalım verilib bir dənə nəsə bir tənlik, düstur. Mən bunu sadəcə həll edib gedirəm. Bəs mən bunu bir araşdırırammı ki, bu nə üçün belədir? Bu düstur nədən yaranıb? Niyə var bu düstur? Mənim nəyimə lazımdır? Mən bunu bir dərindən araşdırıram, yox sadəcə əzbərləyib gedirəm. Bax, necə öyrənmək buna deyirlər. Ona görə necə öyrəndiyimiz də çox önəmlidir. Daha dərindən öyrənmək, onu araşdırmaq. Bir var əzbərləmək, bir də var daha dərindən başa düşmək. Əgər mən bir şeyi başa düşəcəmsə, anlayıramsa, bu məndə ömürlük getdi.
Amma əzbərçi biliklər bir müddət sonra ola bilər ki, unutmuş da ola bilək ya da onu daha dərindən qavramamışıq, sadəcə əzbərləmişik. Belə müəllimlər, dərsimiz bu qədərdir, mövzu izahımız bu qədərdir. Əgər başqa mövzuların da izahını izləmək istəyirsinizsə, kanalımda var və yenə də təbii ki olacaq. Buna görə kanala abunə olub bildirimləri aça bilərsiniz ki, sizlər də bildirim gələndə xəbərdar olasınız. Sağ olun.